Flaqman müsabiqəsinin qalibi Məmmədov Əsəd. Azərbaycan Dəmir Yollarında artıq 7 il yaxındır çalışıram. Strateji inkişafın müəyyən edilməsi, beynəlxalq qruplarla əməkdaşlığın təşkil edilməsi, dəmir yollarında mövcud belə deyək də transformasiya layihələrinə də rəhbərlik etmişəm. Hərəkətin Təhlükəsizlik Departamentinin əsas funksiyası qatarların idarə edilməsində iştirak edən bütün şəxslərin fəaliyyətinə nəzarət etmək, dəstək olmaq, baş verə biləcək qəzaların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi, bir çox daxili nəzarət sistemini demək olar rəqəmsallaşdırmışıq. Artıq məlumatların jurnallara, kağızlara vurulması aradan qaldırılıb. Azərbaycanın istənilən nöqtəsində aşkar olunmuş nöqsanlar, qüsurlar dərhal reaksiya verilir ki, qatarlar maneələrlə rastlaşmasın. Biz bundan kifayətlənməmişik və bizim hədəflərimiz var. Azərbaycan Dəmir Yolları, bina deyil, Azərbaycan bir çox yerlərində 100-ə yaxın stansiyalar, onlarla depolar. Azərbaycanın ən böyük şirkətlərindən biridir. Bu şirkətdə strategiya yazmaq və strategiyanın icrasına nəzarət etmək, təhlükəsizliyi təmin etmək görün nə qədər bir məsuliyyətli bir işdir. Təhlükəsizliyin təmin edilməsində Azərbaycan Dəmir Yollarında ölçü vahidi millimetrlə götürülür. Azərbaycan Dəmir Yollarında bu bir ilk maraqlı və çox innovativ bir təşəbbüskarlıqdır. Təşəbbüs göstərən komanda böyük bir təşəkkürümü bildirirəm ki, bu cür maraqlı müsabiqələr fikirləşirlər. Artıq bir müddətdir ki, yeni vəzifə həvalə olunub mənə, risklərin idarə edilməsi və Daxili Nəzarət Departamenti müdiri. Hədəflərimiz risklərin idarə edilməsi və daxili nəzarət sistemini Azərbaycan Dəmir Yollarında təkmilləşdirməkdir. Six Sigma İnstitutundan mən Wild Belt sertifikatını almışam. Maliyyə sahəsində FMVA sertifikatı var, onu əldə etmişəm. Belə hərəkətin təhlükəsizliyi sahəsində beynəlxalq bir sertifikasiyası var. Ağır sertifikasiya proqramıdır, lakin onu əldə etmişəm. Hal-hazırda Böyük Britaniyanın York Universitetində təhsil alıram, biznesin idarə etməsi sahəsində. Hər bir insanın hədəfi olmalıdır. Hədəfsiz fəaliyyət göstərmək insanın hara gedəcəyini planlaşdırmaması kimi bir şeydir. Hədəf özünlə bağlı olmalıdır. Hədəf şəxsi inkişafla bağlı olmalıdır. İnsan sevdiyi işlə məşğul olmalıdır. Vəzifəsindən, peşəsindən asılı olmayaraq hər hansı bir insan öz gördüyü işə belə deyək də sevgi ilə yanaşırsa və gördüyü işə hörmət edirsə, o həmişə öz layiqli yerini alacaq.